Məhərrəmlik ayında toy niyə etməyək? Hər il bu sual yenidən verilir. Məhərrəm ayı gələn kimi insanlar toyu təxirə salır, şənlikləri azaldır. Bəs bunun səbəbi nədir? Məhərrəm İslam təqviminin aylarından biridir. Xüsusilə Aşura günü ilə əlaqədar olaraq Həzrət Hüseyn İbn Əli və onun yaxınlarının Kərbəlada şəhid edilməsi bu ayı müsəlmanlar üçün dərin hüzn ayına çevirib. Burada əsas məsələ toy haramdır demək deyil. Çünki Məhərrəm ayında toy etməyin qadağan olunduğunu bildirən və bütün müsəlmanların qəbul etdiyi açıq bir hökm yoxdur. Məsələ daha çox hörmət və matəm anlayışı ilə bağlıdır. Necə ki, bir insan yaxınını itirəndə müəyyən müddət şənlikdən uzaq qalır. Bir çox insanlar da Kərbəla hadisəsini xatırladığı üçün bu ayda böyük şənliklərdən çəkinməyi üstün tutur. Amma başqa insanlar isə bunun dini qadağa olmadığını düşünərək toylarını keçirirlər. Bəlkə də burada ən vacib sual budur. Bu ayda toy edib etməməkdən əvvəl biz Kərbəlanın bizə nə öyrətdiyini nə qədər düşünürük?